Yerlə göyün arasında heç kimin tabeliyində olmayan səltənət var. Padşah Trişanku burada yaşayır. Burada saysız-hesabsız hava qəsrləri var. Hava qala divarları ilə dövrəyə alınmış bu geniş ölkənin adı Əcərçi Hərgahdır. Xoş o adamların halına ki, böyük işlər görüb adlarını əbədiləşdirmişlər. Eləcə də xoş o adamların halına ki, öz cüzi bacarıqlarını başqa sadə adamlarla bir cərgədə sezilmədən gündəlik vəzifələrinin yerinə yetirilməsinə sərf edirlər. Lakin vay o adamların halına ki, taleyin diqqətsizliyi üzündən ortada qalmışlar. Əgər ki hərgah olmasaydı, onlar bir tərəfə çıxa bilərdilər. Məhz buna görə onlardan heç biri heç zaman nə birincilər kimi, nə də ikincilər kimi olacaqdır. Taleyin şıltaqlığı üzündən bizim Onatpondu məhz bu orta səltənətə düşmüşdü. Heç kim şübhə eləmirdi ki, əgər bu cavan oğlan istəsəydi, hansı sahədə desəm müvəffəqiyyət qazana bilərdi. Lakin o heç bir zaman heç cür bu arzuda olmamış və əli heç bir yerə çatmamışdı. Buna baxmayaraq insanların onun fövqəladə qabiliyyətə malik olmasına inamı dəyişməmişdi. Hər kəs deyirdi ki, o hamıdan yaxşı imtahan verəcəkdir. Ancaq o imtahan verməyə getmədi. Hamı əmin idi ki, o hansı qulluqda desən böyük mövqe tuta bilər. Tək ki qulluğa girsin. Ancaq o heç bir qulluğa getmədi. Onun adi adamlardan zəhləsi gedirdi. Çünki onlar həddindən çox adi adamlardı. Ancaq dahi adamlara da qətiyyən hörmət eləmirdi. Çünki belə hesab eləyirdi ki, özü onların elədiklərindən də böyük işlər görə bilər. Tək ki istəsin. Onatpondunun şöhrət və şanı, müvəffəqiyyət və səadəti harada isə zamansız və məkansız bir yerdə gizlənmişdi. Həqiqi səltənətində isə Allah ona yalnız varlı qaynata və sadiq arvad bəxş etmişdi. Arvadının adı Bindibaşini idi. Arvadının adı Onatpondunun xoşuna gəlmirdi. Ümumiyyətlə o bu fikirdə idi ki, arvadı zahiri və daxili keyfiyyətinə görə onun tayı deyil. Amma Bindibaşini yerə göyə sığmır, öyünürdü ki, talih ona belə bir fövqəladə ər qismət etmişdir. O möhkəm əmin idi ki, bütün dünyada onun əlindən yaxşısı yoxdur. Buna elə Onatpondu özü də əmin idi. Xoşbəxtlikdən ətrafdakılar da bu fikirdə idilər. Bindibaşini həmişə qorxu içərisində olurdu. Qorxurdu ki, birdən birisi onun ərinin ləyaqətini alçaldar. Əgər o, ərini öz yenilməz sədaqətinin əlçatmaz zirvələrinə qaldırıb, onu orada yer üzünün nadan adamlarının bəd nəzərlərindən uzaqda saxlaya bilsəydi, onda bütün ömrünü bu fədakarlıq xidmətinə həsr edər, ürəyi sakit olardı. Lakin bu merkantilist dünyasında pərəstiş olunan şeyi yalnız pərəstiş etməklə zirvədə saxlamaq mümkün olan iş deyil. Bu dünyada tez-tez elə adamlar tapılırdı ki, onlar Onatpondunu nümunəvi insan hesab eləmirdilər. Bu Bindibaşiniyə olmazın istiraf verirdi. Tələbəlik vaxtı Onatpondu qaynatasının evində yaşayırdı. Elə ki imtahan vermək vaxtı çatdı, o imtahanlara getmədi. O bir il isə kollecdən tamam çıxdı. Bindibaşini adamların üzünə baxa bilmirdi. Xəcalət çəkirdi. Ona görə də bir axşam sakit-sakit ərinə dedi: "İmtahanları versəydin pis olmazdı." Cavabında Onatpondu etinasız gülümsəyib dedi: "Əgər imtahan versəm, Vişnu kimi 2 əlim 4 olacaq, imtahanı bizim Gedar kimiləri də verə bilər." Bu Bindibaşinini sakitləşdirdi. Doğrudan da bir halda ki, hər yoldan ötən imtahan verə bilir, onda məgər Onatpondu imtahan versə şöhrəti artacaq. Ancaq bir gün qonşuları Kəmalə sevinə-sevinə uşaqlıq rəfiqəsi Bindiyə xəbər verdi ki, qardaşı Romeş imtahanlardan müvəffəqiyyətlə çıxıb. İndi ona təqaüd verəcəklər. Bu zaman Bindibaşini belə qənaətə gəldi ki, rəfiqəsi sadəcə sevinmir, ürəyində onun ərinə rişxənd eləyir. Buna görə Kəmalənin sevincinə şərik olmadı. Əksinə şirin-şirin, azacıq istehza ilə izah elədi ki, kurs imtahanlarını imtahan hesab eləmək olmaz. İngilis kolleclərində isə ümumiyyətlə bakalavr dərəcəsindən aşağı imtahan verilmir. Bindinin bu məlumat və dəlilləri əlindən öyrəndiyini demək artıqdır. Kəmalə çox istədiyi rəfiqəsini öz sevincinə şərik eləmək, bu xoş xəbəri ona danışmaq istədiyinə, onun belə münasibətini görəndə əvvəlcə bir qədər tutuldu. Lakin o qadın idi. Ona görə də dərhal Bindinin tənəsini duydu. Qardaşına görə incimiş Kəmalə özünü o yerə qoymadı. Ancaq yaman məharətlə zəhərlədi. "Biz əzizim, xaricdə olmamışıq" deyə mızıldadı. "Əcnəbilərə ərə getməmişik. Belə şeyləri hardan bilək? Biz arvadlar axmağıq. Ancaq bir şeyi dürüst bilirik ki, Benqaliyalı gənclər kurs imtahanı verməlidirlər. Özü də bu, əzizim, heç də hamiyə nəsib olmur." Kəmalə bu sözləri çox məsumanə bir dost ahəngi ilə dedi və çıxıb getdi. Bindi ona cavab verə bilmədi. Buna görə də o, məğlub olduğunu etiraf etməyə məcbur oldu. Bindibaşini öz otağına getdi və orada tək-tənha acı-acı ağladı. Demək olar ki, eyni vaxtda bir başqa hadisə də oldu. Rajkumar Babunun, Bindinin atasının uzaq varlı qohumu Kəlküttəyə gəlmişdi. O, bir neçə günlüyə Rajkumar Babunun evinə düşdü. Hamı qonağı qarşılamağa əvvəlcədən böyük təntənə ilə hazırlaşırdı. Rajkumar Babu kürəkənindən xahiş elədi ki, bir neçə günlüyə evin bayır əlindəki böyük qonaq otağından Rajkumarın qardaşının otağına köçsün.
Bindinin atası qonaqlara xüsusi hörmət göstərmək istəyirdi. Lakin bu acı xahiş Onatbondunun mənliyinə toxundu. O, bunun qisasını almaq üçün arvadının yanına getdi və Raçkumar babunu o qədər söydü ki, Bindibaşini ağladı. Sonra o, öz incikliyini büruzə vermək üçün daha güclü vasitələrə əl atdı. Süfrə başına gəlmirdi və s. Bindibaşini xəcalətindən ölürdü. Onda anadan gəlmə izzət-i nəfs vardı. Bu izzət-i nəfs ona deyirdi ki, dünyada belə açıq ədəbsizlikdən alçaq şey yoxdur. Özü də belə boş işdən ötürü. Bindibaşini ərinə yalvarır, ağlayır, onun belə hərəkətlərinin qarşısını almağa çalışırdı. Nəhayət çox böyük əziyyətdən sonra o ərini sakitləşdirdi. Bindi ağıllı arvad idi. Ona görə də ata-anasında heç bir təqsir görmürdü. O başa düşürdü ki, bu çox mənasız və tamamilə təbii işdir. Ancaq indi ona elə gəlirdi ki, Onatbondunun qaynatasının evində yaşaması onu qohumların gözündə hörmətdən salır. O vaxtdan Bindibaşini yorulmaq bilmədən ərinə deyirdi: "Köçək sənin valideynlərinin yanına. Mən daha burada qalmaq istəmirəm." Onatbondo özündən çox pərcüman idi. Ancaq onda izzət nəfs adına heç bir şey yox idi. Eləcə də öz evlərinə qayıtmağa və yoxsulluq içərisində yaşamağa azacıq da olsa meyli yox idi. Lakin arvadı bu dəfə sözünün üstündə möhkəm dayandı. Dediyindən dönmədi. Bindibaşini dedi: "Sən qalsan, mən tək çıxıb gedəcəyəm." Onatbondo dişi bağırsağını kəsə-kəsə uzaq kəndlərinə, divarları cilmöhrə, üstü küləşli doğma evlərinə yola düşmək üçün hazırlaşmağa məcbur oldu. Raçkumar babu və onun arvadı qızlarını hər cür yalvarıb yıxardılar ki, biraz da onlarda qalsınlar. Ancaq Bindibaşini başını aşağı salıb susur, gözünü qaldırıb heç kəsin üzünə baxmırdı. Onun susması hər cür sözdən aydın göstərirdi ki, bu mümkün olan iş deyil. Qızlarının birdən-birə belə qəti qərara gəlməsi ata-anasını narahat edirdi. Bəlkə özləri də hiss eləmədən onun xəttinə dəyiblər. Ovqatı təlx Raçkumar babu Bindibaşinidən soruşdu: "Qızım, bəlkə bilməyib xətrinə dəymişik, ürəyinə toxunan bir hərəkət eləmişik." Bindibaşini mehriban atasının üzünə baxdı. "Nə danışırsınız?" dedi. "Mənim burada günüm çox xoş keçirdi. Hamı mənim nazımla oynayırdı." Bunu deyib Bindibaşini ağladı. Lakin buna baxmayaraq o köçüb getmək fikrindən dönmədi. Ata-ana ahva elədilər, fikirləşdilər və nəhayət belə qərara gəldilər: "Qızımızın qayğısına nə qədər qalsaq da, nə qədər onun nazı ilə oynasaq da, ərə verən kimi bizə yad oldu." Nəhayət Bindibaşini gözləri yaşla dolmuş halda hamı ilə xudahafizləşdi və taxt-rəvanə əyləşdi. Doğma, əziz evləri, ata-anası, uşaqlıq rəfiqələri, ev adamları geridə qaldı. Kəlküttədəki zəngin evlə kənd daxması arasındakı fərq çox kəskin hiss olunurdu. Lakin Bindibaşini bircə dəfə də olsun nə danışığı, nə də hərəkəti ilə narazılıq eləməmişdi. O ilə ilk gündən gülərüzlə ev işlərində qaynanasına kömək eləməyə girişdi. Atası bilirdi ki, qızı kasıb evinə gedir. Buna görə də xərcini boynuna çəkib ona bir qulluqçu qoşdu. Lakin Bindibaşini kəndə çatan kimi qulluqçunu dərhal geri qaytardı. O fikirləşirdi ki, varlı evdə yaşamış qulluqçu onun qaynanasının nə qədər yoxsul olduğunu görəndə elə hey ağız burnunu əyəcəkdir. Bu fikir ona çox ağır gəlirdi. Qaynana çalışırdı ki, Bindini ağır ev işlərindən azad eləsin. Ancaq gəlin ot kimi yorulmaq bilmədən çalışır, bütün ev işlərinə qarışırdı. Sanki bu onun çox xoşuna gəlirdi. Çox keçmədi ki, Bindibaşini qaynanasının məhəbbətini qazandı. Elə bütün kənd arvadları ona ehtiram göstərirdilər. Lakin Bindinin səyi heç də onun istədiyi nəticəni vermədi. Həyat qanunları etika dərsliyinin 1-ci fəslində gözəl bədii Benqal dilində təsvir edilmiş məlum həqiqətlərə bənzəməz. İblis, o amansız məsxərəçi, həlledici anda zahir olur və bütün qanunları qatıb qarışdırır. Onları elə təhrif edir ki, heç əslinə oxşarı da qalmır. Buna görə də təmizlik, yaxşılıq niyyəti ilə görülən işlərin axırı çox vaxt yaxşı olmur. Bəzən elə olur ki, bu gözlənilmədən yalnız hərcmərcliyə səbəb olur. Onatbondunun 2 kiçik və bir böyük qardaşı vardı. Böyük qardaş kənddən uzaqda işləyir və aldığı 50 rupi zəhmət haqqı ilə həm ailəni dolandırır, həm də kiçik qardaşlarının təhsil haqqını verirdi. Bizim zəmanəmizdə 50 rupi ilə ailəni yaxşı dolandırmaq olmaz. Bu barədə heç danışmağa dəyməz. Lakin Onatın böyük qardaşının arvadı Şemişenkoriyə təhcə elə bunu dərk etməsi kifayət idi ki, bütün ailəni onun əri saxlayır. Əri bütün ili işləyir. Buna görə onun arvadının haqqı var ki, bütün ili dincəlsin. Odur ki, o heç vaxt iş görməzdi. Görəndə də özünü elə tuturdu ki, güya ətrafdakıların hamısı ona borclu idi. Bəs necə? Axı evə pulu gətirən onun əri idi. Elə ki, Bindibaşini bu evə gəldi və bütün günü səhərdən axşama qədər Lakşmi kimi ev işləri ilə əlləşməyə başladı, bu Şemişenkoriyə toxundu. Səbəbini başa düşmək çətin idi. Ola bilsin fikirləşirdi ki, adlı sanlı ailədən gəlmiş gəlin evin ən çirkli işlərini yalnız ona görə eləyir ki, Şemişenkorini cəmaatın gözündə alçaltsın. Ancaq hər halda varlı ailədən gəlmiş gəlin əri 50 rupi zəhmət haqqı alan Şemişenkorinin xoşuna gəlmədi.
Hətta Bindinin utancaqlığı da Şemeşenkorinin fikrincə onun son dərəcə lovğalığını göstərirdi. Bu tərəfdən də Onatbondu ayağını kəndə qoyan kimi 20-yə qədər uşaq toplayıb nə isə bir cəmiyyət düzəltdi. Özünü bu cəmiyyətin sədri elan elədi və başladı müxtəlif qəzetlərə teleqramlar göndərməyə. Hələ bu az imiş kimi kənd cəmaatını heyran qoymaq üçün o birdən-birə bir neçə ingilis qəzetinin xüsusi müxbiri oldu. Ancaq evə bir qara qəpik də gətirmirdi. Yalnız boş yerə pul xərcləyirdi. Bindibaşini hər gün ərinə yalvarırdı ki, qulluğa getsin. Ancaq o arvadının yalvar-yaxarına qətiyyən fikir vermirdi. Onatbondu deyirdi ki, əlbəttə onun üçün münasib yer tapmaq olardı. Ancaq İngilis hökuməti bütün vəzifələrə yanlışlıqla yalnız adlı sanlı ingilisləri qoyur. Benqaliyalı isə dərya qədər ağıllı da olsa heç bir şeyə ümid eləyə bilməz. Belə vəziyyətdə Şemeşenkori həm açıqda, həm də dalda qaynını və onun arvadını elə hey məzəmmət edə bilərdi. Şöhrətpərəst qadın yoxsulluğu ilə öyrənərək deyirdi: "Biz kasıb adamlarıq. Adlı sanlı kişinin qızını və kürəkənini necə saxlaya bilərik?" Qaynatasının evində işi yaxşı idi. Dərslərin nə olduğundan xəbərləri yox idi. Burada isə qan qaralığından və noxud şorbasından savayı nə var? Qaynana böyük gəlinindən qorxduğuna görə ürək eləyib zəif tərəfi müdafiə eləyə bilmirdi. Buna görə də Bindi həm noxud şorbasına, həm də Şemeşenkorinin zəhərli istehzalarına dözməyə məcbur idi. Bu ara Onatın böyük qardaşı məzuniyyətə gəldi və dərhal arvad odlu bəlağətli dilini işə saldı. Gecələr arvad onu dinc yatmağa qoymurdu. Axır ki istədiyinə nail oldu. Bir dəfə o Onatı yanına çağırıb sakit-sakit dostcasına dedi: "Axtarıb bir qulluq tapsaydın pis olmazdı. Bütün ailəni tək dolandırmağa çətinlik çəkirəm." Bunun cavabında Onatbondu quyruğu tapdanmış ilan kimi fıs-fıs fısıldadı. "Necə? Hələ bir ovuc düyüdən ötürü də üzüm danlanmalıdır. Onu da gündə cəmsi 2 dəfə verirlər. Xeyr, daha bəsdir dözdüm." O dərhal bu qərara gəldi ki, qaynatasının yanına köçsün. Lakin Bindibaşini qəti etiraz elədi. O dedi ki, kiçik qardaş böyük qardaşının düyüsünü yeyə bilər. Kiçik gəlin isə böyük gəlinin məzəmmətinə dözməlidir. Hər halda o ərinin qohumudur. Qaynatanın qoltuğunda yaşamağa gəldikdə isə bu rüsvayçılıqdır. Bindibaşini qaynatasının evində itaətdə yaşaya bilərdi. Ancaq o istəyirdi ki, atasının evində başını diş tutub kəssin, alnı açıq olsun, izzət-i nəfsini alçatmasın. Bu vaxt kənd ibtidai məktəbində 3-cü müəllim yeri boşaldı. Böyük qardaşı və Bindibaşini ikilikdə onu dilə tutmağa başladılar ki, bu yerdən imtina eləməsin. Ancaq bunun nəticəsi heç də onlar istəyən kimi olmadı. Onat doğma qardaşının və kəbilli arvadının belə bir kiçik vəzifəni onun üçün çox münasib hesab elədiklərini eşidəndə tərs damarı tutdu. Madam ki belədir, onda o ümumiyyətlə dünyada hər bir işə tüpürmək belə istəmir. Bu dəfə onu sakitləşdirmək üçün həmişəkindən daha çox çalışmalı oldular. Nəhayət hamı bu qərara gəldi ki, daha onunla danışmağın xeyri yoxdur və ailə üçün hamısından yaxşısı budur ki, ondan əl çəksin. Qoy necə bilir, elə də yaşasın. Məzuniyyət qurtardı. Dada qulluğuna qayıtdı. Şemeşenkori hirsindən az qalırdı partlasın. O yeni fitnələr hazırlayırdı. Elə bu vaxt Onatbondu arvadının yanına gəldi və dedi: "Bizim zəmanəmizdə əgər xaricə getməsən, sənə heç vaxt əməlli başlı qulluq verməzlər. Ona görə mən bu qərara gəlmişəm ki, İngiltərəyə gedim. Fikirləş, bir yol tap. Atandan pul qoparmaq lazımdır." Onatın getmək arzusu Bindini elə bir ildırım kimi sarsıtdı. Üstəlik də o heç təsəvvürünə də gətirə bilmirdi ki, atasından necə pul istəyə bilər. Təkcə elə bunun fikrinə gətirəndə onu xəcalət basırdı. Onatbondu özü qaynatasından pul istəyə bilmirdi. Buna mənliyi mane olurdu. Ancaq o əmin idi ki, qızı bir kələk işlədib atasından pul qoparda bilər. Buna görə o bütün vaxt arvadının yaxasından əl çəkmir, ona israf verir, göz yaşı axıtmağa məcbur edirdi. Günlər bu qayda ilə qayğı və istirabla keçirdi. Payız bayramları yaxınlaşırdı. Rajkumar babu kürəkənini və qızını təntənə ilə evinə dəvət elədi və onların dalınca çox gözəl bir fayton göndərdi. İndi bütün ev adamları Yeznəyə bir vaxt varlı qohumu elədiklərindən qat-qat artıq hörmət eləyirdilər. Bindibaşini nəhayət duvağını üzündən götürüb ev adamlarının gözünə baxa bilərdi. Ata-anasının elə hey qayğı göstərməsi və bayrama hazırlıqla əlaqədar vurnuxmalar onun qəlbini fərəhlə doldurmuşdu. Nəhayət Aşin ayının 6-sı çatdı. Sabah Puca bayramı idi. Bütün otaqlar yaxın və uzaq qohumlarla dolmuşdu. Ancaq bu dəfə Bindinin anası xüsusi hörmət əlaməti olaraq yeznəsinə onun əvvəlki otağını deyil, öz yataq otağını verdi. Bindi Onatbondunun yatağa nə vaxt girdiyindən xəbər tutmadı. Bu vaxt o dərin yuxuya getmişdi. Hava azacıq işıqlaşan kimi fleytanın səsi evi başını götürdü. Ancaq musiqi dünən bərk yorulmuş Bindibaşinini oyada bilmədi. Bindinin rəfiqəsi Kəmalə və Bubona dayanıb onun nə vaxt ayılacağını gözləyirdilər. Ancaq Bindi ayılmaq bilmirdi. Nəhayət onlar qızın qapısının qabağında ucadan gülüşməyə başladılar. Bindi gözünü açıb gördü ki, əri gedibdir. Gör necə yatağandır, ərinin nə vaxt durduğundan heç xəbər tutmayıb.
Bindibaşini utanıb cəld yatağından sıçradı. Ancaq bu nədir? Anasının sandığının ağzı açılmışdı. Pul sandıqçası da yox idi. Bindinin yadına düşdü ki, dünən axşam anasının açarları itmişdi. Buna görə bütün ev bir-birinə dəymişdi. Deməli pulları da həmin oğru aparmışdır. Qəflətən Bindini dəhşət bürüdü. Birdən oğru Onata bir xəyanət etmiş olar. Bindinin ürəyi sıxıldı. Bu vaxt o çarpayının ayağının yanında bir məktub gördü. İtmiş açarlar da məktubun üstündə idi. Zərfin üstü onun əlinin xətti ilə yazılmışdı. Bindi tez məktubu götürüb açdı. Onatbondu yazırdı ki, o bir dostunun köməyi ilə paraxod bileti pulu toplamışdır. Ancaq bilmirdi ki, İngiltərədə nə ilə dolanacaq. O fikirləşib bir yol tapa bilmirdi. Odur ki, dünən gecə qaynatasının pullarını yığışdırıb, nərdivanla balkondan içəri həyətə düşmüş və hasarı aşıb qaçmışdır. Onun mindiyi paraxod bu gün səhər tezdən yola düşür. Bindibaşini məktubu oxuyana kimi sanki qanı damarlarında dondu. Oxuyub qurtarandan sonra çarpanın ayağından yapışıb yerə çökdü. Onun qulaqları uğuldayırdı. Elə bil sakit zülmət gecədə cırcırama cırıldayırdı. Həyətdən, qonşu evdən, uzaq binalardan, hər yerdən şən, gur fleyta səsi gəlirdi. Şadlıq eləyən Benqaliya Pucanı qarşılayırdı. Paris günəşinin hər şeylə maraqlanan oynaq şüası boş yataq otağında rəqs edirdi. Bu ara Bubona və Kəmalə vaxtın xeyli keçməsinə baxmayaraq qapının hələ də bağlı olduğunu görüb ucadan zarafatla Bindibaşiniyə sataşmağa və qapını döyməyə başladılar. İçəridən heç bir cavab gəlmədi. Bu zaman rəfiqələr nigaran qalıb Bindibaşinini çağırmağa başladılar. Bindi, Bindi. Bindibaşini boğuq səslə cavab verdi. Məni gözləməyin, mən sonra gələcəyəm. Rəfiqələr fikirləşdilər ki, yəqin Bindi xəstələnib. Buna görə anasını çağırdılar. Ana soruşdu. Nə olub qızım? Niyə qapını açmırsan? Cavan qadın göz yaşlarını zorla boğaraq cavab verdi. Atamı buraya çağır. Özün də gəl. Anası nə fikirləşəcəyini bilmədən tez Rajkumarı tapıb gətirdi. Bindi onları otağa buraxıb dərhal qapını yenidən bağladı. O ağlamaqdan boğula-boğula atasının ayağına yıxıldı. Qız hiss eləyirdi ki, ürəyi az qalıb parça-parça olsun. Bindi dedi: "Ata, məni bağışla. Mən sənin sandıqçandakı pulları oğurlamışam." Ana heyrətdən çarpayının üstünə çökdü. "Mən bunu ərimi İngiltərəyə yola salmaq üçün elədim," deyə Bindibaşini sözünə davam elədi. Atası soruşdu: "Yaxşı, sən mənim özümdən istəyə bilməzdin? Ona görə istəmədim ki, siz qoymazdınız o getsin." Rajkumar qəzəblənmişdi. Ana ağlayırdı. Qız hönkürürdü. Bu zaman Kəlküttənin hər tərəfində müxtəlif şən musiqi səsləri eşidilirdi. Hamı Pucanı bayram edirdi. Həmin gün Bindibaşinin ləyaqəti, arvadlıq və övladlıq şərəfi tanışların və yadların ayaqlarının altında tapdaq oldu. Onatbondu hər şeyi əvvəlcədən fikirləşib, götür-qoy eləyib, fırıldaqçı kimi açarları oğurlamış, gecə isə pulları yığışdırıb xaricə qaçmışdı. Bindi də ona kömək eləmişdi. Buna görə də Rajkumar babın evindəki bütün qohumlar qadına rüsvaçılıq damğası vururdular. Bubona, Kəmalə və başqa qohumları yaxud qonşular və xidmətçilər bütün əhvalatı təfsilatı ilə qonaqlara danışmışdılar. Onlar xəlvətcə bağlı qapının dalında dayanıb söhbəti eşitmişdilər. Özü də burada elə təəccüblü şey yoxdur. Həyəcanlanmış ev sahiblərinin kürəkənləri yatan otağa tərəf yürüşməsi hamının marağına səbəb olmaya bilməzdi. İndi Bindibaşini adam arasına çıxmırdı. O, bağlı otaqda uzanıb nə yemək, nə də içmək istəyirdi. Ancaq heç kimin ona yazığı gəlmirdi. Bu sui-qəsdçinin hiləgərliyi hamını mat qoymuşdu. Hamı onun əsl xasiyyətini necə məharətlə gizlədə bilməsindən danışırdı. Puca bayramı Rajkumar babının evində beləcə süs keçdi. Dərd-kədərdən, xəcalətdən əyilmiş Bindibaşini qaynanasının yanına qayıtdı. Bu ümumi dərd oğlunun çıxıb getməsindən kədərlənmiş dul arvadla ərindən ayrı düşmüş qadını bir-birinə daha da yaxınlaşdırdı. Onlar bir-birinə daha mehriban oldular. İndi qadınlar hərə öz dərdini çəkərək dinməz söyləməz evin ən ağır, ən çişli işlərini görürdülər. Lakin qaynanası Bindiyə nə qədər yaxınlaşmışdısa, Kəlküttədəki qohum qardaşları ondan bir o qədər uzaqlaşmışdılar. Bindi öz-özünə fikirləşirdi. Qaynanamın heç nəyi yoxdur. Mən də onun kimi. Bizim ikimizi də bir-birimizə bağlayan eyni dərddir. Ata-anam isə o qədər dövlətlidir ki, onlar bizim dərdimizi çətin başa düşərlər. Məsələ əlbəttə onda deyildi ki, Bindi valideynlərinə nisbətən qat-qat yoxsul dolanırdı. Bindi oğurluğu öz boynuna götürən gündən valideynləri ona əvvəlki kimi münasibət bəsləyə bilmirdilər. Bu cür sınağa hər məhəbbət tab gətirə bilməz. Onatbondiyə gəldikdə isə ilk vaxtlar o, xaricdən arvadına çox müntəzəm məktub yazırdı. Ancaq getdikcə məktubların arası seyrəkləşdi. Özü də bu məktublarda Bindiyə qarşı etinasızlıq daha aşkar duyulurdu. Onun qabiliyyəti, zahiri görkəmi və ağlı bir çox ingilis qızlarını heyran qoymuşdu. Bu qızlar savad sarıdan, ləyaqətlik və gözəllik cəhətdən onun savadsız, gecə-gündüz ev işləri ilə məşğul olan arvadından qat-qat üstün idilər.
Təəccüblü deyil ki, Onatpondu tezliklə qəti əmin oldu ki, ucuz sarıya bürünmüş qarayanız arvadı onun tayı bərabəri deyil. Ancaq elə ki oğurladığı pullar azaldı, Onatpondu qətiyyən tərəddüd eləmədən ona yaraşmayan Benqaliyalı arvadına teleqram vurdu. Bindi 2 şüşə qolbağını saxlayıb qalan bütün bəzək şeylərini satıb pulunu ona göndərdi. Onun bəzək şeylərinin ən bahalıları atasının evində qalmışdı. Çünki kəndi belə şeyləri qoruyub saxlamaq üçün münasib yer hesab eləmək olmazdı. Bindi Başini güya ərinin gah bu, gah da başqa qohumunun onu qonaq çağırdığını bəhanə gətirərək bu şeyləri bir-bir atasının evindən çıxarırdı. Nəhayət iş o yerə çatdı ki, o gümüş qolbaqlarına, benares sarisinə və şalvarına kimi hər şeyini satdı. Sonra o ərinə ətraflı məktub yazdı. Məktubda sətirlərin çoxu kağızın üstünə damcılayan göz yaşlarından yayılmışdı. Bu məktubunda Bindi ona acizanə yalvarırdı ki, evlərinə qayıtsın. Onatpondu o vaxta kimi vəkillik diplomu alıb, üzü tərtəmiz qırxılmış, saçları qısa vurulmuş halda, əynində pencək və dar şalvar doğrudan da qayıdıb gəldi. Ancaq otelə düşdü. O, doğma evlərində yaşaya bilməzdi. Əvvələn ora daimi yaşamaq üçün münasib yer deyildi. İkincisi də kastasını itirmiş adamın ümumiyyətlə kənddə bir işi yoxdur. Qaynatasının ailəsinə gəldikdə isə onlar çox mömin hindli idilər. Odur ki, kastadan çıxmış adamı evlərinə qoya bilməzdilər. Lakin pulun azlığı çox keçmədən Onatpondunu oteldən nisbətən ucuz mənzilə köçməyə məcbur elədi. Amma o arvadını buraya da qoymurdu. Xaricdən qayıdandan bəri Onat anası və arvadı ilə cəmisi 2-3 dəfə gündüz görüşmüşdü. Daha onlarla görüşmək istəmirdi. Bu iki ürəyi dərdli qadının bircə təsəllisi vardı. Onatpondu doğma yerlərə qayıtmışdı və indi yaxın adamlarından o qədər də uzaqda yaşamırdı. Bundan başqa da Onatın şöhrəti. Onlar Onatı görkəmli vəkil hesab edirdilər. Onlar üçün hədsiz iftixar predmeti olmuşdu. Bindi Başini yenə özünü məşhur ərə layiq olmayan arvad hesab edir və bununla Onatın özündən bədgümanlığını daha da artırırdı. Bindinin qəlbini dərd parçalayırdı. Ancaq qüruru təmin olunmuşdu. Onun əcnəbi ədalarından zəhləsi gedirdi. Amma öz ərinə baxanda tez-tez belə fikirləşirdi. İndi az qala hamı Avropa sayağı geyinir. Ancaq bu paltar heç kimə yaraşmır. Mənib Onatpondum isə elə bil əcnəbi sahibidir durub. Hətta heç demək olmaz ki, o Benqaliyalıdır. Onatpondunun pulu tamam qurtarmaq üzrə idi. O əmin olmuşdu ki, bu xaraba qalmış Hindistanda əsl istedada qətiyyən qiymət vermirlər. Həmkarları paxıllıqdan onun müvəffəqiyyət qazanmasına mane olurlar. İndi onun süfrəsində ət vegetarian xörəkləri ilə əvəz olunmuşdu. Süfrəsinə qızardılmış toyuq əvəzinə suda bişirilmiş düyü qoyulurdu. Onun kostyumlarının parıltısı, tərtəmiz qırxılan üzünün təkəbbürü, işıltısı xeyli sönmüşdü. Onun həyat tarixinin tarım çəkilmiş simləri isə zil səs əvəzinə yalnız şahidli dızıldayırdı. Elə bu zaman Rajkumar Babunun ailəsinə böyük bir bədbəxtlik üz verdi. Bu, tamam çıxılmaz vəziyyətə düşmüş Onatpondunun həyatını birdən-birə dəyişdirdi. Rajkumar Babunun yeganə oğlu Xorkumar öldü. O, qayıqla Qanq çayının sahilində yaşayan dayısıgildən qayıdırmış. Qayıq gəmi ilə toqquşur və Xorkumar, arvadı və oğlu suya düşüb boğulurlar. İndi Rajkumar Babunun qızı Bindi Başinidən savayı kimsəsi qalmamışdı. Rajkumar bu dəhşətli əhvalatdan sonra bir azacıq özünə gələn kimi Onatpondunun yanına getdi və ona yalvarıb dedi: "Oğlum, gərək sən tövbə eləyib kastamıza qayıdasan. Daha sizdən başqa mənim heç kimim yoxdur." Onatpondu bu təklifi çox məmnuniyyətlə qəbul elədi. O, hər şeydən əvvəl fikirləşirdi ki, bundan sonra ona paxıllıq eləyən və onun müstəsna zehni qabiliyyətinə lazımi dərəcədə hörmət eləməyən yadilli vəkillərdən qisasını alacaqdır. Rajkumar Babu panditlərlə məsləhətləşdi. Onlar dedilər ki, əgər Onatpondu inək əti yeməyibsə, onda onu yenidən kastaya qəbul eləmək mümkündür. Bu müqəddəs dördayaqlının əti Onatpondunun çox sevdiyi yeməklərdən idi. Ancaq buna baxmayaraq o qətiyyən tərəddüd eləmədən ərz elədi ki, bircə dəfə də olsun belə kafirlik etməmişdir. Yaxın dostlarına isə o bunu belə izah edirdi. Bir halda ki, icma yalan eşitmək istəyir, mən niyə danışmayım? Mən bu yalanda heç bir pis şey görmürəm. Bizim icmanın tələbinə görə inək əti yemiş adamın dili 2 murdar şeylə təmizlənməlidir. İnək təzəyi ilə, bir də yalan danışmaqla. Mən bu qanunları niyə pozmalıyam? Çox keçmədən kastaya qayıtmaq mərasimini icra eləmək üçün münasib gün təyin edildi. O vaxta kimi Onatpondu nəinki Avropa kostyumunu çıxarıb doti və çador geydi. Hətta tezliklə Avropalıları ləkələməyə və hər şeydə hindliləri təmizə çıxarmağa başladı. Bunun üçün o çox tutarlı sübutlar və aforizmlər seçirdi. Bu hamının xoşuna gəldi. Bindi Başininin sevən, mehriban ürəyi yenidən fərəh və xoşbəxtlikdən aşıb daşdı. O öz-özünə deyirdi: "Xaricdə yaşayanlar qayıdıb gələndə lap əsl Avropalılara oxşayırlar."
Onlarda Benqaliyalılardan əsər-əlamət qalmır. Amma mənim ərim azacıq da dəyişməyib. Əksinə o, indi hinduizmə əvvəlkindən daha möhkəm bağlanmışdır. Müəyyən olunmuş gün brəhmənlər və panditlər Rajkumar Babunun evinə toplaşdılar. Rajkumar Babu xeyli xərc çəkmişdi. Yemək, içmək, çoxlu hədiyyə hazırlamışdı. Bir sözlə, hər şey öz qaydasında idi. Evin qadınlar yaşayan hissəsində də qızğın hazırlıq gedirdi. Bütün həyətlərdə, otaqlarda həyat qaynayırdı. Hamı məşğul idi. Kimi yemək hazırlayır, kimi də qonaqlara qulluq eləyirdi. Bindibaşinin həyəcanlı üzü sevincdən bütün bu səs-küy və çaxnaşma içərisində payız günəşinin şüaları ilə işıqlandırılmış ağ bulud parçası kimi gülürdü. Bu gün bütün işlərin mərkəzində onun əridir. Bu gün bütün Benqaliya bir səhnəyə çevrilmişdir. Elə ki pərdə qaldırıldı, heyran qalmış tamaşaçılar gözlərinin qabağında yeganə qəhrəmanı Onatbondunu gördülər. O İngiltərədən qayıtmışdı və bu gün indusların icmasına qayıdırdı. Bununla o bütün hinduizmi qat-qat şöhrətləndirirdi. Bu şöhrətin parıltısı minlərlə günəş şüası kimi bütün ölkəni işıqlandırır və Bindibaşininin mehriban üzündə əks olunurdu. Onun acı həyatının bütün böyük və xırda müsibətləri çox uzaqlarda qalmışdı. Bu gün o atasının ağzına qədər qonaqla dolu olan evində bütün qohumlarının gözünün qabağında başını dik tutaraq şöhrət dağının ətəyinə yaxınlaşırdı. Bu gün ərinin əzəməti onun ona layiq olmayan arvadını da ümumi hörmət predmetine çevirmişdi. Beləliklə mərasim bitdi. Onatbondunu kastaya qəbul elədilər. Dəvət olunmuş brəhmənlər və qonaqlar onunla bir süfrə başında əyləşib iştahı ilə yeməyə girişdilər. Yeməkdən sonra qadın qohumlar Onatbondunu ona tamaşa eləmək üçün evin qadınlar yaşayan hissəsinə çağırdılar. Onatbond ayağa qalxdı. Qətiyyən sıxılmadan, betel çəynəyə-çəynəyə, özündən razı halda gülümsünə-gülümsünə, tənbəl-tənbəl, yavaş-yavaş çadorunu arxasınca sürüyə-sürüyə onların yanına getdi. Brəhmənlərə hədiyyə dakşin hazırlamağa başladılar. Onlar isə qonaq otağında əyləşib, qışqıra-qışqıra öz alimliklərini sübut eləməyə çalışırdılar. Rajkumar Babu gəldi ki, biraz panditlərin yanında əyləşib dincəlsin. O, panditlərin hinduist smriti dini qanunlar külliyatı haqqında mübahisələrinə qulaq asırdı. Birdən xidmətçi yaxınlaşıb ona bir vizit vərəqəsi verdi. Xidmətçi hindli dilində dedi: "Bir mem sahib gəlib." Rajkumar Babu təəccüb qaldı. Sonra o vizit vəsiqəsinə baxdı. Orada ingilis dilində Mrs. Onatbondu Sarkar, cənab Onatbondunun arvadı yazılmışdı. Rajkumar Babu bir xeyli vaxt diqqətlə vizit vəsiqəsinə baxdı. Ancaq bunun mənasını heç cür başa düşə bilmirdi. Bu zaman İngiltərədən indicə bu saat gəlmiş qadın özü qonaq otağına girdi. Qırmızı yanaq, sarı saç, göy göz, süd kimi ağappaq, ceyran kimi zərif qadın otağın ortasında dayanıb ətrafdakı adamlara baxırdı. Ancaq qadın tanıdığı, onun üçün əziz olan adamı tapa bilmirdi. Panditlər mem sahibi görən kimi dərhal sustular, mübahisəni kəsdilər. Qonaq otağına ağır bir sükut çökmüşdü. Elə bu zaman yenə bayaqki kimi tənbəl-tənbəl, ağır-ağır, çadorunu arxasınca sürüyə-sürüyə Onatbondu yenidən səhnəyə çıxdı. İngilis qadın dərhal ona tərəf yüyürdü və onu bərk-bərk qucaqladı və betildən qızarmış dodaqlarından marçıltı ilə arvad ərini necə öpərsə o cür bir öpüş aldı. Həmin gün panditlər daha mübahisə eləmədilər.